Hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Bugün sizlərə bürclərin ənləri haqda, yəni nələrdə daha yaxşıdırlar, bu haqda video çəkəcəm. Videoyu keçməzdən öncə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İndi isə keçək videomuza. Qoç bürcü ən cəsurdur, riskdən qorxmur. İlk addımı atan həmişə odur. Lider rolu döyüşçü xarakterdir. Boğa bürcü ən səbirli odur. Ana asan əsəbləşmir. Amma səbir kasası dolanda tufan qopur. Sadiqliyin simvoludur. Əşkizlər bürcü ən ünsiyyətcil odur. Hər mühitə uyğunlaşır. Danışığı ilə hamını ofsunlayır. Xərsəng bürcü ən mərhəmətli odur. Ailə canlı, duyğusal və qoruyucudur. Qəlbi çox tez qırılır. Şir bürcü ən qürurlu və xarizmatik odur. Diqqət mərkəzi olmaq onun taleyidir. Səxavətli və liderdir. Qız bürcü ən mükəmməlci odur. Detalları hamıdan yaxşı görür. Nizam-intizam ustasıdır. Tərəzi bürcü ən ədalətli odur. Diplomat ruhludur. Mübahisəni barışa çevirir. Əqrəb bürcü intuisiyası güclü, hissləri dərin, unutmaz və bağışlamaqda çətindir. Ən sirli odur. Oxatan bürcü ən azad ruhlu odur. Macera, səyahət, yenilik aşiqlərdir. Oğlaq bürcü ən məsuliyyətli odur. Sözünün ağası, işgüzar və məqsəd yönlüdür. Dolça bürcü qaydaları sevmir, azad düşüncəli və orijinaldır. Balıqlar bürcü ən romantik odur. Xəyal dünyası geniş, duyğuları isə dərin və həssasdır. Əzizlər, videomuzu bura qədər izlədinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.